Təhsil naziri ötən gün Xankəndidə tonqal üzərindən atılırdı. Çox gözəl, ağırlığımız, uğurluğumuz qalsın. Amma yüngülləşdirək də imtahanları yüngülləşdirək. Qoyaq da ağırlıqlarımızın hamısı. Elm və Təhsil Nazirinin dediyi başqa şeydir. Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədrinin dediyi başqa şeydir. Təsəvvür edirsiniz, 2 dənə böyük təhsillə bağlı qurum var Azərbaycanda. İkisi də elə bil ki, bir-birinə zid gedir. Məktəblərdə başqa şey öyrədilir, imtihana başqa şey salınır. Siz çox xahiş edin, bir ortaq məxrəci tapın. Bir yerdə ki, 2 ağa oldusa o mümkün deyil axı. O deyir ki, mənim ürəyim belə istəyir. Bu da deyir ki, yox, mənim də ürəyim belə istəyir. Elə təhsilə yanaşmaq olmaz. Təhsil bir dövlətin gələcəyidir. Siz oyunla oynaya bilməzsiniz. Gənclərin gələcəyidir. Siz oyunla oynaya bilməzsiniz. Sonra da deyirlər ki, Azərbaycan gənci niyə xaricə üst tutur? Azərbaycan gəncinə onsuz da sən xarici suallar salırsan. Elə də o burada cavab verənsə, qeyb oturub orada qəşəng oxuyacaq. Təqaüdünü də yaxşı alacaq. Bugün siz o posta əyləşmişsiniz, o demək deyil, adamların başına oynatacaqsınız. 17 yaşlı uşağın verdiyi sual bundan ibarətdir. Niyə intihar etməliyik? Biz nə üçün intihar etməliyik? Siz cəmaatın uşaqların taleyi ilə niyə oynuyorsunuz? Təhsil sistemi. Nə gündədir bizim təhsil sistemimiz? Nə gündədir? Rusiyanın olimpiyadasında verilən sualı siz necə olur ki, Azərbaycanda bugün bir abituriyentin imtahanına salırsınız? Nə üçün salırsınız ki? Ümumiyyətlə necə düşünürsünüz? Bu məntiqi hardan əldə edirsiniz?